ömür payımızın cənnət ayıdır, müqəddəs Ramazan ayı. Bu cənnət ayından məbada insan qafil olar. Bu cənnət ayının məbada insan qaşqabaqdan qarşılayır, təbəssümlə qarşılar, gözəl ruhiyyədən qarşıla bu ayı, sevinclə qarşıla bu ayı. Niyə? Allah qatında ən fəzilətli aydır. Gecələri bütün gecələrdən üstündür. Peyğəmbər buyurur ki, və əyyamuhu əfsəlul əyyam, günləri ən fəzilətli gündür. Və ləyalihi əfsəlul ləyali, gecələri ən fəzilətli gecədir. Və saatuhu əfsəlus saə, saatları ən fəzilətli saatdır. Bu ayda bir ayə oxumağın bu qədər savabı var, ehsan eləməyin bu qədər savabı var, bağışlamağın bu qədər savabı var. Məsələn, deyirdi, bu ay bağışlamaq ayıdır da. Allah bu ayda istəyir bizi bağışlayar. Deyir, sən özün nə cürsən? Sən özün də bağışlamağı bacarırsan ya yox? Deyir, əgər sən özün bağışlamağı bacara bilsən, Allah da səni bu ayda bağışlayacaq. Yox, əgər bağışlamağı özündə bacara bilməsən, o zaman biraz sizi qəlbdən görək Allah çağırırsan ki, mən nə cür insanam? Bu ay daxil olanda, deyir, bütün insanlarla halallaş, bütün insanlardan xoş rəftar eləməyə çalış, valideynlərini razı eləməyə çalış, qohum əqrabalarından halallaş, çünki sən gözəl bir aya daxil olursan, rəhmət ayına daxil olursan. Bəzən insanın bir dənə kim var qəlbində, yol vermir, insanı özünə əsir zindan edir. Yol vermir ki, insan öz mənliyini sındıra, bəzi vaxt insanın içərisində bir dənə təkəbbür hissi var, o icazə vermir, deyir, yox, sən hara, o hara, olmaz. Bəs nə cür Allah Teala bu qədər insanları bağışlayır, ruzi verir. Allaha hörmətsizlik eləyənə də ruzi verir, Allahın hörmətə saxlayana da ruzi verir. Allah bu ayda rəhmət ayını açıb və bizə də deyir, siz də gərək rəhmət sifətinizi özünüzdə icad edəsiniz. Bir-birinizi bağışlamağı bacarasınız, bir-birinizi halal eləməyi bacarasınız. Mən ki, buradan hər kəsi halal eləyirəm.